Birinci iş başda müəllimlər sizə vurğulayım ki, futbol idman oyunu İngiltərədə yaranıb. İngiltərədə. Və 1863-cü ildə yaranıb. Bu gündən biz anlayın ki, bizi incitməsin. Deməli, neçənci ildə yaranıb? 1863-cü ildə, düzdür? 1863-cü ildə harada yaranıb? İngiltərədə. İngiltərədə yaranmışdır. Və müəllimlər, yadınıza saxlayın. Futbol sözünün mənası fut ayaq deməkdir. Bol top deməkdir. Yadınıza saxlayın. Futbol sözünün mənasında fut ayaq, bol top deməkdir. Aydındır müəllimlər. 1863-cü ildə İngiltərədə yaranıb. Futbol sözünün də mənası fut ayaq, bol da nə deməkdir? Bol da top deməkdir. Bax, bunu yadınızda saxlayın. Və müəllimlər, yadınızda saxlayın. Avropa çempionatı, bir də dünya çempionatı. Hər ikisini neçə ildən bir keçirilir? Hər ikisi də 4 ildən bir keçirilir, müəllimlər. 4 ildən bir təşkil olunur. Aydındır? Hər ikisi də 4 ildən bir keçirilir. Getdi indi müəllimlər. Bu gördüyünüz yaşıl meydança, görürsünüz burada otlardan ola bilər. Bir də süni ola bilər. Meydança bir təbii, bir də süni ola bilər. Amma təbii ilə sününün qarışığı da ola bilər. Buna nə deyirlər? Buna hibrid deyirlər, hibrid. Görürsünüz, indi çıxan maşınlarda nədir? Hibrid sistemidir. Həm daxili yanma mühərrikindən istifadə olunur, həm də nədir? Elektrik, yəni elektrikin gücündən güc hasil olunur və hərəkətə gətirir. Buna nə deyirlər? Buna da hibrid sistemi deyirlər. Hibrid. Getdik indi müəllimlər, meydançada olan xətlərə. Meydançada olan bütün xətlərin qalınlığı neçə santimetrdir? 12 santimetr təşkil edir. 12 santimetr təşkil edir. Və meydançada 2 dənə qısa xət var, müəllimlər. 2 dənə də uzun xət var. Qısa xətlər yadınızda saxlayın. Bax, bu qapı xətləridir. Uzun xətlər isə, baxın, bu yan xətlər də nədir? Bu yan xətlər də uzun xətlər adlanır. Aydındır? Buna qədər sualı var. Gedən indi müəllimlər, meydançanın eninə uzunluğuna, yəni eni uzunu. Sizə burada rəsmini həmişə soruşurlar müəllimlər. Qeyri-rəsmi ilə işiniz yoxdur sizin. Yəni əsasən yox, 99,9%-i nə düşsün, rəsmi düşür də. Yəni rəsmi yarışlardan, rəsmi oyun qaydasından gedişdir burada. Yadınıza saxlayın müəllimlər. Meydançanın en hissəsi 64-75 metr olur. Aydındır? 64-75 metr olur en hissəsi. Uzunluq hissəsi isə müəllimlər, nə qədər olur? 100 metrlə 110 metr arasında dəyişir. Yəni 100-110 uzunluğu olur və eni isə nə qədər olur? 64 metrlə 75 metr arasında dəyişir. Uzunluğu da 100-110 metr təşkil edir. Rahidə müəllim, aydın olduğu burada nə? Bəli, müəllim. Qəşəng. Müəllimlər, baxın, künc qövsü. Qoyun, burada künc qövsü olmalıdır. Hadisə izah eləmişim. Bax, künc qövsü budur müəllimlər. Fikir verirsiniz, küncdə görürsünüz, belə bir qövsü çəkilir. Bu künc qövsünün diametri 1 metrdir müəllim. 1 metrdir. İndi futsalı keçəndə görürsünüz ki, orada da 0,25 santimetrdir.
Yəni, metrin 1/4 hissəsinə bərabərdir futsalda. Burada isə 1 metr təşkil edir. Aydındır? Burada isə 1 metr neyini təşkil edir. Bunu yadda saxlayın. Aydındır müəllim? İndi getdik nəyə? İndi gedirik müəllimlər cərimə meydançası. Cərimə meydançasına. Baxın, cərimə meydançasının uzunluğu bir də eni var. Eni bax budur. Bax, eni bu hissədədir. Bax, bu hissə nədir? Cərimə meydançasının enidir. Cərimə meydançasının müəllimlər yadda saxlayın. Eni 16,10 nə qədərdir? 5 metrdir. Yəni, sizə sual düşər ki, cərimə meydançasının eni nə qədər təşkil edir? 16 metr yarım təşkil edir. Uzunluğu isə bu hissədir. Uzunluğu da müəllimlər 40 metr nə qədərdir? 40-32'dir. Aydındır? 40-32. Uzunluğu nə qədər oldu? Uzunluğu oldu 40-32, eni isə oldu 16,5 metr təşkil edir. 16 metr yarım təşkil edir. Aydındır? Və müəllimlər, yadınıza saxlayın. 11 metrlik penalti zərbəsi yerinə getirilməsi üçün qövs var. Baxın, bu qara dairə çəkdiyimin içərisində ağ rəngdə nöqtə var. Baxın, o 11 metrlik penalti, yəni o nöqtədən qapıya qədər olan məsafə nə qədər? 11 metr təşkil edir. Aydındır? 11 metr təşkil edir. Yadınızda saxlayın. Və mərkəzin radiusu və diametri yadınızda saxlayın. Mərkəzin diametri olur nə qədər? 18,30 metr. Yəni 18 metr 30 santı. Radiusu isə 18-30'u yarıya böləndə, 2'yə böləndə nə qalır? 9,15. Aydındır müəllim? 9,15 qalır. Bura qədər sual olan varsa müəllimlər buyurun. Kiminsə sualı varsa buyursun. Yəni futbol çətin bir oyundur. İndi getdik müəllimlər nəyə? İndi gedirik meydançada olan bayraqlar. Meydançada olan bayraqlara bax. Meydançada müəllimlər maksimum 6 dənə bayraq ola bilər. Minimum isə 4 dənə bayraq ola bilər müəllimlər. Yadınıza saxlayın. Maksimum 6 bayraq olur. Minimum da nə olur? Minimum da 4 dənə bayraq olar. Və bayraqlar müəllimlər elastik borudan hazırlanır. Yəni elastik çubuqdan hazırlanır ki, kimsə bunun üstünə yıxılanda, kimsə bunu tapdalayanda və yaxud da ki, hər hansısa bir zərbə görəndə idmançının xəsarət yetirməsi, bir də ki, sınıb dağılmaz. Yadında saxlayın, elastik olur. Və müəllimlər, bunun hündürlüyü, yerdən hündürlüyü 1,5 metr olur. 1,5 metr, yəni metr yarım nədir? Metr yarım hündürlükdə olur. Yadınıza saxlayın. Metr yarım hündürlükdə olur. Və uç hissəsi də müəllimlər, yəni bu uç hissəsi də küt olur. Yəni iki olmayan bir vasitədən olur ki, yəni iki formada olmasın, yəni küt olsun. Yadınıza saxlayın. Və müəllimlər, meydançada 4 dənə bayraq olmağa məcburidir. Yəni, bu 4 dənə künc var. Baxın, bu meydançadır, təsəvvür edin. Düzdür? Bu meydançanın, baxın, meydançanın gözə yarı çəkdim burada. 4 dənəsi haradadır müəllimlər? 4 dənəsi biri buradadır, biri burada, biri də burada. Düzdür müəllimlər?
Bir dənə də mərkəzdə olur müəllimlər, mərkəz hissələrdə. Mərkəzdə də maksimum deyəndə mərkəzlərdə də ola bilir. Amma burada bir dənə nüans var, onu tutun ki, mərkəzdə olanlar, yəni bu hissədə olanlar 1 metr xəttdən kənarda, yəni burada bastırılır. 1 metr kənarda bastırılır. Amma qalan ki, bu 4 dənə görürsünüz, fikir verir müəllimlər. Ayaq hissəsinə baxın, görün, harada bastırılır. Düz xəttin kəsişməsində bastırılır. Düzdür? Düz xəttin kəsişməsində neyini yerə vurulur. Aydındır? Bura qədər müəllimlər sualı olan. İndi gedirik nəyə? Müəllimlər, yadınıza saxlayın. Qapçı topu əlində yalnız 8 saniyə nəzarət edə bilər. Qapçı topa 8 saniyədən artıq neyləyə bilməz? Nəzarət edə bilməz. Voleybolla neydi bu? Saniyə qaydasında oxşar cəhətdir. Voleybolla futbolda oxşar cəhət olaraq istifadə olunur. İndi gedirik nəyə? Sonra xətlərin qalınlığında dedim 12 cm-dir. Qapı dirəklərin diametri də 12 cm-dir. Bu arada yəni 120'lik borudan istifadə olunur. Qapçı topa 8 saniyədən artıq nəzarət edirsə müəllimlər, küncdən zərbə olur. Yadınızda saxlayın. Küncdən zərbə. Yəni qapçı, İzzət müəllim qapçıdır. İzzət müəllim belə deyim də 8 saniyədən artıq topa nəzarət edirsə, olacaq hardan zərbə? Küncdən zərbə olaraq qeyd olmaz. Aydın olduğu müəllimlər. Sonra getdik qapıya. Gerək qapıya. Müəllimlər, yadınıza saxlayın. Qapının hündürlüyü, yəni bu hündürlük hissəsi, bu hündürlük hissəsi nə qədər olacaq? Hündürlük hissəsi 2 metr 44 sm. Yəni voleybolun maksimum hündürlüyündən 1 sm nədir müəllimlər? Balacadır. Daha doğrusu hündürdür. Düzdür? Voleybolun korunun maksimum kişilər üçün hündürlüyündən 1 sm böyükdür. Yəni bunun hündürlüyü 2 metr 44 cm-dir. Hündürlük hissəsi. Uzunluğu isə müəllimlər, yadınıza saxlayın, 7 metr 32 santimetr təşkil edir. Aydındır? Bu qapının neydi? Eni uzunluğu. Sizə sual düşər ki, qapının uzunluğu nə qədər təşkil edir? Qapının uzunluğu 7 metr, nə qədər? 32 santimetr təşkil edir. Aydındır müəllimlər bura qədər. Hündürlüyü isə 2 metr 44 santimetr təşkil edir. Bura qədər sualı olan İzzət müəllim, Aysel müəllimə, sonra Rahidə müəllimə. Yadınıza saxlayın müəllim. Qapıya qayıdım, bizim meydançaya qayıdım. Yadınıza saxlayın ki, qapılar hər tərəfdən qapılar. Yəni bu hissələrdə qapılar bərabər olur. Bax, bu qapıdır, düzdür. Bura ilə buranın arası həmişə standart. Yəni, qapı tam mərkəzdə olur. Fikir verin, qapılar tam mərkəzə gedib çıxır. Qapılar futbol idman oyununda tam mərkəzdə təşkil olunur. Və müəllimlər, yadınıza saxlayın, qapılar 2 dənə şavili dirəklərdə, bir dənə də üfüqi dirəkdə. Yəni, qapı 2 dənə şavilidir. Düzdür, bizim uzunluğa, hündürə gedən xətlərimiz nədir? Şavilidir. Bu xəttimiz isə, yəni, elinə gedən xəttimiz isə nə olacaq? Üfüqi xəttimiz olacaq. Və bunların da diametri 120 santimetrdir. Yəni, 120'lidir. Yəni, 12 santimetr təşkil edir. Aydındır, 120 millidir. Santimetr yox. Aydındır, müəllimlər. Sonra, qapçı meydançasıdır, dedim sizə, düzdür? Yox, qapçı meydançasını deməyəm, cərmə meydançasını deyəcəm. Yadınıza saxlayın müəllimlər, qapçının meydançasının eni 5,5 metr
eni. Yəni bunun eni nə qədərdir? Bax bu hissə 5,5 metrdir. Uzunluğu nə qədərdir? Uzunluğu isə 18,32-dir müəllimlər. Uzunluğu 18,32, eni isə 5,5 metr təşkil edir. Bura qədər sualı olan varsa buyursun. Qapçı meydançasının eni 5,5-dir, eni. Uzunluğu isə 18 metr nə qədərdir? 18,32-dir. Aydındır müəllimlər burada. Müəllim, belə ki, yəni qapıçı qapısından çıxıb mərkəzə doğru 18 metr gedə bilər də, ondan tərəfə gedə bilməz. Yəni belə başa düşdüm. 5,5 metr. Mərkəzə doğru görsən, eni nə qədərdir bu? 5,5. Qapçı meydançası 5,5 metrdir. Yəni, qapçı öz meydançasında topu tuta bilər. Amma çıxıb sən cərimə meydançasının içində topu tuta bilmərsin. Yadında saxla. Aydındır? Bəli. İndi gedim müəllimlər. Oyunun püşkatmasına. Yadınıza saxlayın. Futbol idmanı oyunu vaxta görə oynanır müəllimlər. 90 nədir? Dəqiq yazıram, yəni dəqiqədir. 90 dəqiqə təşkil edir oyunun müddəti. Oyun müddəti 90 dəqiqədir. Və bu da iki hissəyə bölünür müəllimlər. Birinci hissəmiz 45 dəqiqədir, 45 dəqiqə. İkinci hissəmiz də 45 dəqiqədir. Düzdür? Bunların arasındakı fasilə nə qədərdir? Bunların arasındakı fasilə də 15 dəqiqə neyinir? Fasilə olur. Yəni oyun burada xala görə yox, vaxta görə oyun. Vaxta görə oyun. Və müəllimlər, oyun başlayanda yadınıza saxlayın, oyun püşkatma ilə başlayır. Oyun başlayan zaman püşkatma ilə oyun başlayır. Və futbol idmanı oyununda 4 dənə püşkatma keçirilə bilər. Aysana müəllimlər, 4 dənə. 1, 2, 3, 4. 1. Əsas hissədir. Aysana müəllimlər, əgər əsas hissədə A komandası sənsə, sən oynayırsansa, birinci 45 dəqiqənin sən oyunu neyinirsən? Topu oyuna daxil edirsən. İkinci 45 dəqiqəni isə oyuna topu kim oyuna daxil edəcək? Rəqib komanda. Düzdür? Yəni, oyun 2 hissədən ibarətdir. 2 hissədən. Düzdür? 45 biridir, 45 biridir. Sən birinci 45-də püşkatmada oyunu udmusansa, yəni topu oyuna daxil eləmisənsə, ikinci 45 dəqiqədə sənin rəqib komandon neynəyəcək? Topu oyuna daxil eləyəcək. Aydındır? Aysan mənim aydın oldu? Oldu mənim. Oyun 4 püşkatmada ibarət olur, yəni 90 dəqiqə ərzində. Bax, bu birinci əsas hissədə bir dənə püşkatma olur, yadında saxla. Sənə sual düşər ki, futbol idman oyunu əsas hissə ilə bitibsə, əsas nədir? 90 dəqiqə. 90 dəqiqə ilə bitibsə, püşkatma neçə dəfə olacaq? Bir dəfə. Sağ ol. Yadında saxla. Oyun əsas hissə ilə bitibsə, püşkatma bircə dəfə təyin olur. Bu da nədir? Əsas hissədə. İkinci püşkatmamız isə müəllimlər. İkinci püşkatmamız əlavə. Əlavə hissələr. Əlavə hissələrin isə 15 dəqiqə oynanır. Birinci hissə, ikinci hissə. Aydındır müəllimlər? Birinci hissədə, yəni əlavə hissələrin birincisində, yəni bu 15 dəqiqədə püşkatma yenə olur. Burada A komandası yenə püşkü udubsa, ikincidə Fərmanə müəllimə kim başlayacaq? B komandası. Sağ ol. Voleybolda olduğu kimi bir dəfə A başlayır, bir dəfə B başlayır. Aydındır? Birinci əsas hissədə, oyun başlayanda birinci əsas hissənin birincisi... Mən dərsə qulaq asıram, deyil bura. Elnur, Elnur. Bağladım.
Aha. Deməli, fikrimləndi. Hə, əsas hissənin birincisində, mənim yadınızda saxlayın, əsas hissənin birincisində A komandası başlayıbsa, ikinci hissədə də B başlayır. Burada da əlavə hissələrə gedəndə 15 dəqiqənin birin A başlayır, ikinci 15 dəqiqəndə kim başlayır? B komandası başlayır, Xəyal müəllim. Düzdür? Bir dəfə A, bir dəfə B. Aha, bunun iki dənəsini bildiniz müəllimlər. Düzdür? İzzət müəllim, bura qədər qaranlıq qalmayıbsan. Xeyr müəllim, aydındır. Yaşa. Baxın, bir əsas hissədə, iki əlavələrdə, üçüncü penalti seriyaları. 3 ilə 4 penaltidir. Penalın, yəni bu yazılan birinci penaltidir. Penaltinin kimin vuracağı? Penaltinin kimin vuracağı? Üçüncü püşkatma penalı kimin vuracağı? Dördüncü isə penalı kimin qapısına vurulası, yəni vurulacağı. Yəni birinci A'nın qapısına vurulsun, yoxsa B'nin qapısına vurulsun. Aydındır müəllimlər. Yəni B'nin qapısında penalti seriyası olsun, yoxsa A'nın qapısında olsun. Aydın olduğu müəllimlər. Yəni sizə sual, oyun əsas hissə ilə bitirsə, neçə dənə penalti püşkatma olacaq? 2 dənə, düzdür? Üzr istəyirəm, bir dənə yazıb istəyirəm. Oyun əsas hissə ilə bitirsə, bir dənə penalti olacaq. Sizə sual düşər ki, oyun əlavə hissələrlə bitirsə, neçə dənə penalti püşkatma olacaq? 2 püşkatma olacaq. Biri əsas hissədə, biri də əlavə hissələrdə. Sizə sual düşər ki, oyun penalti seriyaları ilə bitirsə, burada neçə dənə püşkatma olacaq? Burada UC müəllimlər 4 dənə püşkatma olacaq. Aydın oldu? Bura qədər sual ola müəllim. Elmi müəllim. İndi gedirik müəllimlər. Top mərkəzdən nə zaman başlaya bilir? Top mərkəzdən nə zaman başlaya bilir? Yadınızda saxlayın müəllimlər. A ilə B oynayan zaman. B komandası gedib A'nın qapısından qolu keçirdirsə, qol vurursa. A komandası gəlir topu hardan başlayır? Mərkəzdən başlayır. Yadınızda saxlayın. 3 halda başlaya bilər mərkəzdən, müəllimlər. 1. Əsas hissənin əvvəlində əsas hissədə top mərkəzdən başlayır, müəllimlər. Püşkatmada, məsələn, A komandası püşküldürsə, Xəyal müəllim püşküldürsə, gəlir topu mərkəzdən oyuna daxil edir. Düzdür? İkincisi, əlavə hissədə gəlir, əsas hissə bitdi, gedir əlavə hissələrə. Əlavə hissələrdə, müəllimlər, top yenə mərkəzdən başlayır. Birinci, ikinci, bu da üçüncüsü. Üçüncüsü isə top kimin qapısından keçibsə, məsələn, top A'nın qapısından keçibsə, yəni B komandası gedib A komandasına topu vurubsa, A komandasının özü gəlir topu mərkəzdən başlayır. Yəni, qolu yeyən komanda, qolu vuran komanda yox ha, qolu yeyən komanda topu oyuna hardan daxil edir? Mərkəzdən topu oyuna daxil edir. Aydındır müəllimlər, bura qədər sual olan. Sənə sual düşsə ki, məsələn, B komandası mərkəzdən neçə dəfə başlayıb? B komandası. Onda A-nın xalının üstünə, yəni əsasdan əlavə hissəni soruşursa, təbii ki, A-nın xalının üstünə nə gəlirsən?
bir gəlirsən. Beylin cavabını alasın. B komandası bərabərdir 4 dəfə neyiniyib? Mərkəzlə. Mərkəz. Mən bayaqlarım yerdim mənim. Prosta mən yerlərim səhv. Bəli, bəs deyir ki, 90 dəqiqədə əsas hissədə püşkatma bir dəfə olur axı. Bəs dedir ki, oyunda məsəl üçün əsas hissə nə bitibsə. 45 dəqiqə, 45 dəqiqə olur da oyun. Aysan müəllim, 45 dəqiqə Yəni onu demək istəyirəm. yəni birində A komandası mərkəzdən başlayır. Birincisi. Hə, bildir bu. Hə, bildir. İkinci 45 dəqiqədə isə B komandası yenə mərkəzdən başlayır. Düzdür? İndi A komandası 7'dir, B komandası isə məsələn 11'dir. İndi sənə sual düşər ki, oyun 90 dəqiqə ilə bitir, yəni əsasla bitir. A komandası topu mərkəzdən neçə dəfə başlayıb, B-nin xalının üstünə 1 gəlirsə, deməli A mərkəzdən başlayıb 12 dəfə. Aydındır? Gedirik nəyə? İndi gedirik nəyə? İndi gedirik, dedik, top mərkəzdən hansı hallarda başlayır? 1. Qapıdan qol keçən zaman. 2. Əsas hissədə püşkatmada. 3-cü də nədir? Oyunun ikinci hissələrində püşkatmada topardan başlayır. Top qapıdan başlayır. Deyir, mərkəzdən başlayır. Və müəllimlər, yadınıza saxlayın. Bütün hallar topdan 9 metr %15 santimetr məsafə göstərir. 9 tam %15 metr məsafə göstərir. Yalnız 2 hal istisna olmaqla. Bunun birincisi yan xətt 2 metrdir. Yan xəttdən, yəni top buradan oyuna daxil ediləndə neçə metrdir? 2 metr məsafə gözlənir. İkincisi isə mübarizəli top müəllimlər 4 metr məsafə gözlənir. Aydındır? Müəllim, bir də təkrar eləyəriz zəhmət olmazsa, nəsə fikrim dağıldı. Bax, 9-11 izah edin zəhmət olmasa. Futbol idman oyununda bütün zərbələr var. Bax, küncdür, sonra mərkəzdir, sonra 11 metrlik penaltidir, dəxli yoxdur. Hansı olur olsun, sərbəst zərbədir, cərimə zərbəsidir. Bunların hamısından nə qədər məsafə? 9.15'dir. 9 %15'dir. Düzdür? Yalnız 2 hal var ki, biri yan xəttdir. Yan xəttdən top atılan zaman 2 metr məsafə gözlənir. Yan xəttdən. Biri də mübarizəli top. Mübarizəli. Aydındır? Biri yan xəttdir, biri də mübarizəli topdur ki, bunların ikisində ayrıca məsafə gözlənir. Birində 2 metrdir, birində də nə qədərdir? 4 metrdir müəllimlər. Aydın oldu? Bəli müəllim, aydındır. Yaşayın. İndi gedirik müəllimlər. İndi gedirik nəyə? Mübarizəli topu dedik, 2 metr, 4 metrdir, yan xəttdən də 2 metrdir. Yadınıza saxlayın müəllimlər. Futbol idman oyununda 3 halda qol qeydə alınmır. Yəni, 3 halda sən topu qapıya vursan, neynəməyəcək? Qol olmayacaq, qol sayılır. Bu hansılar? 1. Yan xəttdən. Yan xəttdən top birbaşa qapıya neynəmək olmaz müəllimlər? Vurmaq olmaz. Vurmaq olmaz. Düzdür? Yan xəttdən. 2. Deməli, 2. Sərbəst zərbədən birbaşa qol neynəmir?
sərbəst zərbədən birbaşa qol qeydə alınmır. Deməli, yan xətt, sərbəst zərbə, bir də nədir? Bir də mübahisəli topdan neynəmir müəllimlər? Birbaşa qol qeydə alınmır. 1, 2, 3. Düzdür? Yan xətt, sərbəst zərbədən, bir də nədən? Bir də mübahisəli topdan neyniyə bilmərsən? Birbaşa qol vura bilmərsən. Aydındır? 5 halda isə, müəllimlər, 5 halda isə qol qeydə alınır. 5 halda. Bunlar nədir? Bunlar nədir? Qapıdan qapıya qol qeydə alınır. Düzdür? 11 metrlik penaltidən qapıdan qapıya 11 metrlik penaltidən qol qeydə alınır. Düzdür? Küncdən birbaşa qol vurmusansa qol qeydə alınır. Neçə oldu müəllimlər? 3 dənə, düzdür? Düzdür müəllimlər? Bəli, müəllim. Cərmə zərbəsindən birbaşa qol neyniyir? Qeydə alınır. Düzdür? Düzdür. Biri nə qaldı? Deməli, küncdən qapıdan qapıya qol qeydə alınır. Mərkəzdən. Bir də mərkəzdən neyniyir? Birbaşa qol vurmusansa qol qeydə alınır. Onu yadınızda saxlayın. Neçə hal oldu Pərvanə müəllimə? 5 hal. Düzdür? Qapıdan qapıya, küncdən zərbə, meydan mərkəzdən yoxsa mərkəzdən alınmır dedirsən? Mərkəzdən. Bir də 11 cərmə. Bir də nədir? Bir də cərmə zərbəsi. Düz? Bunlar da bir də sayardınız ne olar? Bax, biri küncdən birbaşa qol qeydə alınır. Düzdür? 11 metrlikdən birbaşa qoldur. Vurursan birbaşa qol qeydə alınır. Mərkəzdən birbaşa qol qeydə alınır. Qapıdan qapıya birbaşa qol qeydə alınır. Neçə oldu? Biri də qapıdan qapıya oldu. Deməli, 1, 2, 3, 4. Nə qaldı? Mərkəz, qapıdan qapı, 11 metrlik künc, bir də cərmə zərbəsi. Bir də cərmə zərbəsindən birbaşa qol qeydə alınır. Amma sərbəst zərbədən neynəmir müəllimlər? Sərbəst zərbə, mübahisəli top, yan xətt. Bu üçündən alınmır. Amma 5-dən qol qeydə alınır. Aydındır? Yazdığın asar verdim. Deməli, getdik nəyə? Getdik nəyə? Gedək topun çevrəsini deyim, onu da qeyd ediyoruz. Ondan sonra gedək kusurlu topların dəyişdirilməsi və yaxud da 11 metrlik cərmələr. Müəllimlər, yadınızda saxlayın. Deməli, futbol idman oyununda topun çevrəsi nə qədər? 68, 70 santimetr olur. 68, 70 santimetr topun çevrəsidir və müəllimlər 5 nömrəli top. 5 nömrəli topdan istifadə olur. Və topun çəkisi isə 450 qramdır. 410-450 qramdır. Hava atmosferi isə 0,6 1.1-ə qədər ola bilər. Yəni bu aralıqda dəyişir. Hava atmosferidir. 0,6, 1,1 atmosfer təzyiqə malik olur və oyun 5 nömrəli topla oynanılır. Çevrəsi 68-70, çəkisi isə 410-450 qram neyinir? Təşkil edir. Aydındır müəllimlər? Bura
Bura qədər sualı olanda müəllimlər bir dənə də oyuncu sayına da nəzarət edir. Oyuncu sayına əsas şeylərdən biri yadından çıxıb. Baxın, oyuncu sayı hər komandanın əsas oyuncusu 11 nəfər olur. Bəli, 11 A komandasında olur. 11 nəfər də A-da olur. B komandasında olur, düzdür? Bunlar isə minimum İzzət müəllim 7 nəfərlə başlaya bilərsən. A-da 7 nəfərlə başlaya bilər. B də 7 nəfərlə başlaya bilər. Məsələn, A komandası İzzət müəllimin komandasıdır. B komandası da, məsələn, belə deyək də, kimi deyim burada, tərbiyə sözüm. Məsələn, B komandası da Elmi müəllimin komandası, düzdür? Elmi müəllimin komandasıdır. İzzət müəllim 7 nəfərlə gəlir. Amma Elmi müəllimin komandası 11 nəfərin 11-i də meydandır. İzzət müəllim, sən bilən oyun başlayacaq yoxsa başlamayacaq? B komandasının oyuncusu azalıb 7 sayına 7-7 oynayacaqlar. Niyə qalırsan? Niyə? İzzət müəllim, sənin azlıqda gəlməyin mənim problemimdir. Yox, problem mənimdirsə, onda sən də problemi işlərik olmasan da başa düşməlisən mənə. İzzət müəllim, toya getmişik. Mən 10 manat pul atıram, sən 100 manat pul atırsan. Bu başqa məsələdir. Bu maddiyyat sayılanda da müəllim, maddiyyatı bu oyuna qatmayaq. Oyuncu var, dəyəri 1 milyondur. Oyuncu var ki, 20-30 manata oynayır. Yox, sən gəlmisənsə, məsələn, Xəyal müəllim də gəlib 11 nəfər və yaxud da ki 10 idi, 10 nəfər. Burada Xəyal müəllimin günahı yoxdur, günah sənindir. Ya oynamalısan 7 nəfər, ya da neynəməlisin? Oynamamalısın. Yəni, gözlər oyuncunu 7-yə salsın və ya 8-ə salsın. Xəyal dedi ki, hər mənim dedi ki, mənim nə dəxli var, mən 11 nəfərlə gəlmişəm, oyuncumu oynadacam. Aydındır, çünki burada maksimum sən meydana 11 nəfər sala bilərsən, minimumda 7 nəfər sala bilərsən. Onda 7-nin 11-ə oynamalıdır, məcbur da olsa. 100% oynamalıdır. Aydın. Yəni, oynamalıdır, meydana girmişsən, avtomatik sən texniki məğlubiyyət edir. 100% də Parajeniyəm, əlbəttə ki. Sonra, yadınızda saxlayın müəllimlər. Deməli, ehtiyatlı oyuncu minimum 5 nəfər olur, maksimum 15 nəfər olur. Əsas oyuncu minimum 7 nəfərlə başlaya bilərsən, maksimum 11 nəfərlə başlaya bilərsən. Sənə sual düşər ki, komandanın əsas ehtiyat oyuncunun ümumi heyəti neçə nəfərdir? 26 nəfər. Aydındır, 15 ehtiyatlı, 11 dənə də əsas oyuncu. Aydın olduğu müəllimlər. Bura qədər sual olur. Gedirik nəyə? Gedirik oyuncu dəyişikliyi. Müəllimlər, yadınıza saxlayın ki, oyuncu dəyişikliyi. Komanda 3 dəfə 5 oyuncu dəyişə bilərsin. Yəni, Aysəmən müəllimə komandasını oynadısa, Aysəmən müəllimə 3 dəfəyə 5 dənə oyuncu dəyişə bilər. Və müəllimlər, burada çıxan oyuncunun yerinə oyuncu girmir. Yadınıza salın. Siz 11 nəfərlə gəlmişsiniz. 2 sarıdan sonra bir dənə qırmızı bir yerlərsə, sənin oyuncunun biri çıxdısa, yerinə oyuncu girməyəcək. Komanda neçə nəfərlə oynayacaq? 10 nəfər. Aydındır. Komanda oynayacaq 10 nəfərlə. Bu demək, müəllim 5 dənə oyuncu dəyişə bilər. Əvvəl 3 dənə idi ha. 3 dənə dör idi. Əvvəl 3 dəfə idi. Yenə 3 dəfə. Oyuncu sayı 3 dənə oyuncudan artıq oyuncu dəyişə bilmirdin.
Hə, o karantindən qabaq olan deyirsən, 3 dənə idi. Karantindən qabaq 3 dənə idi. Karantinə görə oyun qaydalarını dəyişdilər, 5 dənə elədilər. Aydın mənim, bunu dəqiqləşdirmək istəyirdim mən. Hə, o karantinə qədər idi. Karantin ərəfəsində oyun düşdü. 2021-də oynandı səhv eləmirəmsə. Ondan sonra dəyişdilər. Nədir? Qaydanı dəyişdilər. O pandemiya ilə əlaqədar oldu. Elə ondan da bəri o qaydada qaldı. Aydındır müəllim, başa düşdüm. Mən nə çatmadım? Oyuncu dəyişir. 3 dəfə 5 oyuncu nətər dəyişir? 3 dəfə nətər ki? Bax, 1, 2, bu 3 olduğu an. Sən 5 oyuncu var. Burada ikisini dəyişirsən. Düzdür? Burada birini dəyişirsən. Burada da ikisini dəyişirsən. Bunların cəmi hesabla nə eləyir? O 3 mənə çatma deməli, oyuncu bildim. Bax, sən bir dəfə oyuncu dəyişimindən getdin, bir dəfə oyuncu dəyişirsən. Oyun dayanında mən oyuncumu dəyişirəm. Oyuncuyu dəyişirsən. Baxırlar, sən bir dəfəyə istəsən 5 dənə oyuncunu çıxardarsan, 5-ini çıxardarsan, yerinə 5-ini salar. Hə, onu başa düşməmişdim mən. Hə, oldu. Buna zamin edirsən, oyuncu dəyişir. Zamin deyə bir şey yox, oyuncu dəyişir. Biri var, bir dəfəyə sən 5-ində dəyişirsən. Bir də var ki, bir dəfə dəyişdin, məsələn deyiləm, 3 dənəsin. İkincidə birini dəyişdin, üçüncüdə də yenə birini dəyişdin. Nesə elədi? 3, o da 2, 5'dir. Düzdür? Aydın oldu. Pərvanə müəllimə, nə qaranlıq yer qalıb? Pərvanə müəllimə, sonra sərbəst zərbə. Buradan da ola bilər, buradan da ola bilər, buradan da. Dəxli yoxdur. Sərbəst zərbə harada olursa, oradan oyuna daxil edilir top. Aydındır? Mübahisəli top. Mübahisəli top harada yaranıbsa, həmin yerdən yeyinirsən, həmin yerdən topu oyuna daxil edirsən. Mübahisəli top. Başa düşdün? Və mübahisəli topda da biri neyniyəmir? Birbaşa qol vurmaq olmaz. Yaxud mübahisəli bir də sən. Bu üçündən qol vurmaq olmaz. Bir də 9 metrə də var, elə burada. Nə 9 metrəsi? 9 metrə yoxdur. Biz məktəbdə 9 metrəlikdən atırırdıq uşaqlar topu. 9 metrə. 11 metrə, 9 nədir? Biz məktəbdən danışmıyoruz. Rəsmi yarışdan danışmıyoruz. Bu qorxusun mahiyyəti 11 metrlik penaltidən hər kəsin bu xəttin birisində də çölündə dayanır hamı. Düzdür? Bəli. Bax, bu xəttdən bura qədər də 915'dir. Burada 915'dir. Burada. Hara olur olsun hamısı nədir? 915'dir. Bu xəttin mahiyyəti, bu qövsün mahiyyəti ondan ibarətdir ki, 11 metrlik penaltidə hər kəsin 915 çöldə gözləməsi üçündür. Yəni, məsafə gözləməsi. Aydındır müəllim, başa düşdüm. Onu dəqiqləşdirmək istəyirdim, aydındır. Emin müəllim. Mübahisəli top zamanı deyir ki, mübahisəli top. Məsələn, mübahisə yaranır ortalıqda, düzdür? Mübahisəli topda sən deyirsən, mən belə eləmişəm, o deyir ki, yox, mən belə eləmişəm. Voleybolda nətər iki komanda eyni anda qayda pozuntusu eləyəndə deyilir, mübahisəli top yaranır. Bax, deyir ki, mübahisəli top zamanı, əgər mübahisəli top atılarkən və yaxud da ki, mübahisəli topdan deyil, 2 metr oyuncu, 2-dən az oyuncuya toxunmadan qapıya daxil olursa, avtomatik nə olur? Avtomatik oyun sərbəst zərbə ilə neyinir? Bərpa olur. Mübahisələrdən sərbəst yaranır da, orada alınmırsa sərbəst vururlar. Burada yaranır mübahisəli topdan sərbəst zərbə. Mübahisəli topun özü də yaranır. Xəyal mənim. Başa düşdün? Mübahisəli top. Bir komanda, A komandası, bir də B komandası oynayır. Düzdür? Hücum edən kimdir?
A komandası. Əgər bunlar ikisi də eyni vaxtda qayda pozuntusu eləyirsə, nə yaranacaq? Mübahisəli top. Mübahisəli top da həmişə müdafiə olunan komandanın hesabına bərpa olur. Yadında sağ, hücum edənə yox. Çünki müdafiə olunan komandada nə yoxdur? Top yoxdur. Aydındır? Həm arada o hakimə dər, hakim götürür əli ilə turlayır, o hakim atış eləyir, o da vardı. Bu zaman olur nə? Hakim atış elə bıraxır, hakim niyə atış eləyir? Əli ilə belə atı ortalığa nəsə tutur elə bir şey var ya futbolda. Hə, o istisna hallardır, onun ən Kağızda yoxdur, yazılmamışlar. Yazılmayan qanunlar deyirlər. Yaxşı. Ha, indi sonra gedirik indi nəyə müəllim? Gedirik indi nəyə? Gedirik 11 metrlik penalti. Yadınızda saxlayın. Əgər müəllimlər 11 metrlik penaltini sizdən soruşur ki, qapçı ilə 11 metrlik penalti arasındakı məsafə nə qədər olur İzzət müəllim? 11 metr müəllim, deyirsiniz də bunu. 11 metr qapçı ilə oyuncu, yəni 11 metrlik nöqtə arasında olur 11 metr məsafə. Və 11 metrlik penaltidə hər kəsin gözlədiyi məsafə 9/15 olur. Sizə sual düşər ki, cərimə meydançasının içərisində 11 metrlik penalti zamanı kim dayanır? Kim olur yəni? Yadınıza saxlayın. Yalnız və yalnız 11 metrlik penaltini yerinə yetirən oyuncu olur. Aydındır müəllimlər? Başa düşdünüz? Və 11 metrlik penaltidə müəllimlər top aşkar şəkildə hərəkət etməyənə qədər qapçı meydançasından və yaxud da ki, qapı xəttindən irəliyə çıxa bilməz. Ayağı harda olmalı? Xəttin üstündə olmalı. Aydındır? Bəli, müəllim, aydındır. Yəni, futbolda 11 metrlik penaltidə qapçı irəliyə çıxıb, ay nə bilim, dalda, arxada durur, nə bilim, oynayım, rəqs eləyim, belə söhbət yox. Yadınıza saxlayın. Yalnız top buradan çıxıb qapıya gedən anda neyir? Oyuncuya icazə verilir ki, yəni qapçıya icazə verilir ki, hərəkət edə bilər. Başa düşdünüz? Getdik indi müəllimlər nəyə? Bayaq demədim, əsas hissələrdən sonra əlavə hissələrdə də müəllimlər bir dənə nə olur? Oyuncu dəyişikliyi olur. Bunu da yadda saxlayın. Əsas hissələrdən sonra əlavə hissələr ki başlayır, bir dənə oyuncu dəyişikliyi olur. Bir də oyuncu dəyişikliyi müəllimlər, yəni məsələn İzzət müəllim meydanın qırağından bağırım ki, ay İzzət müəllim, gəç söyləmən oynayayım, elə söhbət yoxdur, yadda saxlayın. İzzət müəllimlə mənim oyuncu dəyişikliyim yadda saxlayın. Bir, oyun dayananda, yəni top hardasa meydandan çıxdı, oyun dayandı, o halda olur. Bax yazın, birinci budur. Bir, oyun saxlanılan zaman. İki, mərkəz xəttindən. Yəni, hardan? Buradan. Mərkəz xəttinin üstündən. Məsələn, gəlin bu küncdən oyuncu dəyişim, elə söhbət yoxdur. Əmirim, qapının tinindən oyuncunu dəyişim, elə söhbət yoxdur. Mərkəz xəttindən. Yazın, 2 mərkəz xətti. Mərkəz xətti. 3, əvəz edən oyuncu meydanı tərk etdikdən sonra. Əvəz edilən oyuncu. Məsələn, İzzət müəllim oynayırdı. İzzət müəllim meydanı çıxdı çölə, mən neynədim? Meydana daxil oldu. Aydındır? Sonra, dördüncü isə hakim işarəsindən sonra, yəni hakim qərarı verməlidir ki, dəyişin, ondan sonra neynəməliyəm? Oyuncu dəyişikliyini yerinə yetirə bilər. Aydındır? Bir də müəllimlər,
qapçı dəyişikliyi var. Yadınıza saxlayın məndən. Qapçı dəyişikliyi zamanı, yəni qapçının dəyişiklik edilməsindən əvvəl hakimə məlumat verilməlidir ki, mən qapçını dəyişirəm. İstəyir əsas oyuncu ilə, istəyir ehtiyat oyuncu ilə. Bir də dəyişiklik yadınıza saxlayın, oyun dayanan zaman. Aydındır. Oyunumuzun da müddətini dedim. 90 dəqiqə 2 hissədən ibarətdir. Hər hissəmiz 45 dəqiqə təşkil edir. Hissələrin arasında da ki, fasilə nə qədərdir xəyal müəllim? 15 dəqiqə təşkil edir. Düzdür? Bəli, bəli. Əsas hissə ilə əlavə hissələr arasında müəllimlər yadınıza saxlayın. 1 dəqiqədən çox olmamaq şərti ilə su fasiləsi, o da fasilə sayılır. Aydındır? İzzət müəllim meydandadırsa, oynayırsa, mən də məşqçiyəm. Düzdür? Mən özümü öldürsəm belə orada ki, İzzət müəllim, gəl çıx bilən, səni əvəz edeyim. İzzət müəllim istəməsə mən onu dəyişə bilmərəm. Ayda məşqçi olur, kim olur olsun. İzzət müəllim istəməsə ki, desə ki, mən yox, dəyişmirəm, oynayacam, yəni oynayacaq. Onda İzzət müəllimə də məşqçilər deyir ki, gedə evdə danışarıq. Aydındır. O hallara çox dəzi eləmir. Futbolda müəllimlər biri var, oyunun taktikası, biri var hücum, bir də var nədir? Müdafiə. Aydındır. Oyunun texnikası, oyunun taktikası 2 yerə bölünür. Hücum top olandır, müdafiə də yeni müdafiə olunan komanda, topsuz komanda. Bir də var müəllimlər, oyunun texnikası var. Oyunun texnikası var. Oyunun texnikasından nələr aiddir? Zərbələr, yəni vurulan toplar, ayaqla güclü vurulan toplar. Sonra topun aparılması, yəni topu ayağında aparmaq. Sonra topun saxlanılması, yəni topu özündə müdafiə olunan komanda almamaq şərti ilə topun ayaqda saxlanılması. Sonra aldadıcı fəndlər var. Yəni sağa sola keçmələr, baş üzərindən atmalar. Bunlar hamısı nədir? Oyunda deməli topun eləməsidir. Aldadıcı fəndlərdə rəqbi aldadırsan. Buna da driplinglər də deyirlər müəllimlər. Aydındır? Dripling deyirlər. Bir də topun oyuna daxil edilməsi. Aydındır? Yadınıza saxlayın. Qapıdan zərbə zaman top yalnız ayaqla vurulanda qol sayılır. Əllə qapıdan qapıya atma mümkün olan bir şey deyil o boyda məsafəni. Amma ayaqla vurulan qol qeyd alınır. Əllə vurulan qol deyilmir, qeyd olunmur. Biri hücumdur, biri də nədir? Müdafiə. Düzdür? Biri hücumdur, biri müdafiə. Bu oldu nə? Taktika. Taktikada biri hücumdur, biri də müdafiə. Biri də var ki, texnika. Texnikada özü 5 yerə bölünür. Zərbələr, yəni vurulan zərbələr, topun aparılması, topun saxlanılması, aldadıcı fəndlər, yəni driplinglər, bir də topun oyuna daxil edilməsi. Aydındır? Müəllimlər qaranlıq olur. İndi gedək müəllimlər. Yadınıza saxlayın. Futbol idman oyununda topun standart vəziyyətləri var. 8 dənə standart vəziyyətdir. Bunları ya yazın, ya da ki yadınıza saxlayın. İnanmıram yadınıza bu qədər şey saxlayın. Yazsın daha iyi. Yadınıza saxlayın müəllimlər. Qapıdan zərbə zan. Standart vəziyyət nə deyim müəllimlər? Topun nə idi? Dayanmış halıdır. Yəni standart vəziyyət. Topun dayanmış halında nə deyirlər? Standart, sabit dayanıb indi onların hamısında vurulmalısan. 1. Qapıdan zərbə. 2.
1 qapıdan zərbə, 2 küncdən zərbə, 3 11 metrlik, 4 yan xət, sonra 4 yan xət, 5 mübahisəli top, 6 11 mərkəzdən, 11 metri demişəm, mərkəzdən, sonra cərimə zərbəsindən, deməli 2, 4, 6, 7, biri qaldı, bir nəyi var? Vəziyyətin. Hansındansa qapıya qol olursa, müəllimlər, yadda saxlayır. Qol qeydə alınmır və neyinir? Top qapıdan zərbi ilə oyuna daxil edilir. Aydındır. Keçən birbaşa qolu da bilir. Qapıdan qapıya, küncdən, 11-dən, cərimədən, bir də mərkəzdən başlayan toplar birbaşa qol qeydə alınır. Aydındır, müəllimlər. Qapıdan zərbə, küncdən, 11-dən, yan xətdən, sonra mərkəzdən, cərimə zərbəsindən. Qapıdan zərbə var. Bəli. Küncdən var. Bəli. Yan xətdən var. Bəli. Mərkəz var. Bəli. Sonra nə qaldı? Cərimə zərbəsi var. Bəli. Mübahisəli top var. Onu yazmamışım. Bəli. Bir də mübahisə. Sərbəst zərbə var. Sərbəst zərbə. 10 da yazılır. 9 oldu ki. Mən demədim. Mən dedim görüm hansı var. Onu soruşurdum. Özün oxu görüm hansılardır. Qapıdan zərbə. Küncdən. 11 metrlik. Yan xətdən. Mərkəzdən. Zərbə zərbəsi. Sərbəst zərbə. Sərbəst zərbə. Bir də müdafiəli nədir? Mübahisəli top var. Bəli. Sonra getdi indi nəyə? Müəllimlər, davam edeyim. Buradan bu yanda qalır 11 metrlik kart sistemi, mübahisəli top harda olur, cərimə zərbəsi harda olur, sərbəst zərbə harda olur, bir də qalır var sistemi. Yəni, taktikin yarısını izah eləmişim.